Müqəddəs kitabdan ən çox sevdiyiniz ayə hansıdır? Yeşaya 43:1. Qorxma, çünki mən səni satın aldım. Səni adınla çağırdım. Sən mənimsən. 1. Korinfilər 2:9. Amma necə ki yazılmışdı, Allahın onu sevənlər üçün hazırladıklarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib. Yahya 15:13-də belə yazır. Heç kimin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Çünki 1. Yahya 4:20 belə deyir. Kim mən Allahı sevirəm deyir, amma öz qardaşına nifrət edirsə yalancıdır. Axı gördüyü qardaşı sevməyən, görmədiyi Allahı sevə bilməz. Matta 24:13. Amma axıra qədər dözən xilas olacaq. Zəbur 119:11. Sənə qarşı günah etməyim deyə kəlamını ürəyimdə qoruyub saxlamışam. Yeşaya 41. Rəbbə ümid bağlayanlar yeni qüvvət alar. Qatar kimi qanad açıb yüksəklərə olacaq. Qaçanda halətdən düşməzlər, yol gedib yorulmazlar. Matta 5:7. Nə bəxtiyardır ürəyi təmiz olanlar, çünki onlar Allahı görəcək. Yeşaya 41:10. Qorxma, çünki mən səninləyəm. Dəhşətə gəlmə, çünki Allahım mənəm. Səni qüvvətləndirəcəyəm, sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam. Səfaya 3-cü fəsil 15-ci ayə. Rəbb sənin cəzanı ləğv etdi. Düşmənlərini qovdu. İsrail padşahı Rəbb səninlədir. Artıq pislikdən qorxmayacaqsan. Yeremia 33:3. Bu Allahın telefon nömrəsidir. Məni çağır, sənə cavab verim. Bilmədiyim böyük şeyləri, dərk edilməz şeyləri sənə bildirim. Matta 10:22. Mənim adıma görə hamı sizə nifrət edəcək, amma axıradək dözən xilas olacaq. Matta 5:3. Nə bəxtiyardır ruhən yoxsul olanlar, çünki Allahın padşahlığı onlara məxsusdur. 1. Korinflər 13:4. Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, övünməz, lovğalanmaz. Yeremia 31:3. Rəbb uzaqdan mənə görünüb dedi: Səni əbədi bir məhəbbətlə sevdim və sevgi bağları ilə səni özümə tərəf çəkdim. Matta 7:7. Diləyin sizə veriləcək, axtarın tapacaqsınız, qapını döyün və sizə açılacaq. Süleymanın məsəlləri 3:6. Bütün yollarını onu tanı, o sənin yollarını düzəldər. Yahya 3-cü fəsil 16-cı ayə. Çünki Allah dünyanı elə sevdi ki, vahid oğlunu verdi. Bunu ona görə etdi ki, ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.